Min illər əvvəl yaşamış bir insanın bədəni bugünə qədər necə çürümədən qala bilər? Bu möcüzə deyil. Qədim Misirlilər insan bədənini qorumaq üçün elə bir üsul hazırlamışdılar ki, onun bəzi sirləri bu gün də alimləri heyrətləndirir. Misirlilər inanırdılar ki, ölüm həyatın sonu deyil. Onların inancına görə ruhun axirətdə yaşaya bilməsi üçün bədənin qorunması vacib idi. Buna görə də mumyalama dini mərasimin əsas hissəsi idi. Ənənəvi mərasim təxminən 70 gün davam edirdi. Beyin xüsusi alətlə burundan çıxarılırdı. Ürək adətən bədəndə saxlanılırdı. Çünki onu ağıl və vicdanın mərkəzi hesab edirdilər. Qaraciyər, ağciyərlər, mədə və bağırsaqlar çıxarılıb kanop qablarında qorunurdu. Kanop qabları mumyalaşdırma zamanı daxili orqanların saxlanılması üçün istifadə edilən xüsusi qablar idi. Hər kanop qabı bir qoruyucu ilahə və ya ilahi varlıqla əlaqələndirilirdi. İnsan başlı İmseti qaraciyəri qoruyurdu. Meymun başlı Hapi ağciyərləri qoruyurdu. Çaqqal başlı Duamote mədəni qoruyurdu. Şahin başlı Gebehsenuev bağırsaqları qoruyurdu. Bədən natron adlı təbii duzla təxminən 40 gün qurudulurdu. Nədir natron duzları? Natron təbii şəkildə əmələ gələn mineral duz qarışığıdır. Əsas tərkibi natrium karbonat, natrium bikarbonat, az miqdarda natrium xlorid, yəni adi duz və natrium sulfatdan ibarətdir. Bu maddə əsasən duzlu göllərin və quru göl yataqlarının buxarlanması nəticəsində yaranır. Qədim Misirlilər natronu mumyaların hazırlanmasında bədəni qurudub qorumaq üçün istifadə edirdilər. Daha sonra yağlar və qatranlarla işlənir, yüzlərlə metr kətan parçaya bükülürdü. Məzara nə qoyulurdu? Firon və ya zədəganın yanında uşabdi heykəlcikləri, zinət əşyaları, yemək və içki qabları, mebel, sehirli mətnlər və dualar yerləşdirilirdi. Misirlilər inanırdılar ki, bunlar axirətdə mərhuma xidmət edəcək. Müasir elm nə aşkar edib? Bugün alimlər mumyaları açmadan CT və rengen vasitəsilə araşdırırlar. Belə tədqiqatlar sayəsində insanların yaşı, keçirdikləri xəstəliklər, diş problemləri, sümük sınıqları, bəzi hallarda ölüm səbəbləri müəyyən edilir. Mumyalar sadəcə qədim cəsədlər deyil. Onlar min illər əvvəl yaşamış insanların həyat tərzi, sağlamlığı, inancları və mədəniyyəti haqqında məlumat daşıyan canlı tarix kitablarıdır.